Salamlar əziz izləyicilər, hər birinizi yenidən kanalda xoş gördük. Bugünkü videomuzun mövzusu Estoniyanın bahalı olub-olmaması ilə əlaqədardır. Kim ki, bura gəlib oxumaq istəyir, yaşamaq istəyir, həmin adamlar üçün bu video olduqca maraqlı ola bilər. Ona görə yaxın oturun, diqqətlə qulaq asın, maraqlı mövzulardan danışacağam. Əvvəlcədən xahiş edirəm qəşəng like qoyun bu videoya, altdan şərhlərinizi yazın. Dostanışla paylaşın bu videonu və təbii ki də kanala abunə olub zınqrov düyməsində basmaq yaddan çıxmasın. Deməli, ilk öncə onu deyim ki, Estoniya, yəni qısaca cavab olsa deyim ki, Estoniya müəyyən qədər bahalı da ola bilər, müəyyən qədər ucuz da ola bilər. Çox nisbi bir şeydir. Yəni mən heç vaxt Estoniyaya ümumi olaraq bahalı deyə bilmərəm. Estoniyada düzdür, bəzi şeylər var, həddindən artıq bahalıdır. Çox belə yəni neobisnimi deyirlər də rus dilində. Yəni ki, belə izah olunmaz dərəcədə belə bahalıdır. Yəni bəzi şeylər izah olunmaz dərəcədə çox bahalıdır. Amma buna baxmayaraq yenə də bir çox Avropa ölkələrindən qat-qat da ucuzdur bu ölkə. Yəni alıcılıq qabiliyyəti heç də aşağı deyil. Ən əsası tələbələr üçün lazım olacaq və ilk dəfə gələnlər üçün lazım olacaq bir sıra məlumatları verim. Estoniyada Tallin şəhərindən söhbət gedir. Ən belə mühüm cəhətlərdən biri ondan ibarətdir ki, bu ölkədə ictimai nəqliyyat pulsuzdur. Bir dənə həmin şey çox yaxşıdır. Ən əsası tələbələrə təbii ki, pulsuzdur. Mən özüm şəxsən tələbə vaxtında aldığım kartı, yəni avtobus kartını, ictimai nəqliyyat kartını demək olar ki, artıq 6 ildir işlədirəm də. Mən 6 ildir burada yaşayıram və 6 ildir eyni kartı işlədirəm və həmin karta burada yaşadığım ilk dövrləri çıxmaq şərti ilə heç bir zaman pul yatırmamışam. Bir dənə ancaq ilk 3-4 ayı belə biraz pul yatırdım. Ondan sonra tamamilə pulsuz gedib gəldim. Ürəyim hara istəyir, cəmsi bir dənə kartla. Yəni bu da ictimai nəqliyyatın pulsuz olması bir qədər yaxşı bir şeydir. Bir çox yəni məsələlərdə pulu ekonomiya eləməyə kömək eləyir sizə. Və təsəvvür edin ki, həmin kart hansını ki mən indi istifadə eləyirəm və hansını ki 2019-cu ilin sonunda almışdım. 2039-cu ilə qədər keçərlidir. Yəni 20 il təsəvvür edin ki, vaxtı var mənim kartımın. İndi bilmirəm, bəlkə də qaydaları dəyişdiriblər indi. Amma mənim vaxtımda aldığım kart 2039-cu ilə qədər keçərlidir. Yəni başqa sözlə 2039-cu ilə qədər mən istənilən ictimai nəqliyyatda pulsuz gedib gələ bilərəm. Daha sonra məsələn ərzaqların qiymətlərinə gələndə bir balaca burada bahaçılıq müşahidə oluna bilər. Bu da nə ilə əlaqədardır? Həm Coviddən sonra, həm də Ukraynada olan müharibədən sonra dəhşətli dərəcədə Estoniyada aşırı inflyasiya başladı və bu ildə kifayət qədər gücləşib. Və elə ona görə də hər yerdə demək olar ki, ərzaqların qiymətləri qalxır. Məsələn, mən 3 avro 50 sentə aldığım əti, çəkilmiş əti artıq 4 avro yarıma alıram. Yəni 4 avro 50 sentə alıram. Yəni 1 avro qiyməti qaldırıblar. Əslində belə baxanda o qədər də böyük bir şey kimi görünməyə də bilər, amma eyni zamanda əgər sən gündəlik olaraq o şeyləri alırsansa və yaxud da həftədə bir heç olmasa 3-4 dəfə o şeyi alırsansa, həqiqətən də qiymətin artımını illiklərə qədər necə deyərlər, hiss eləyirsən. Amma təbii ki, siz tələbəsinizsə, sizin şanslarınız böyükdür burada pulu, yəni ekonomik eləməyə. Mənim fikrimcə məsələn Azərbaycanda mən vaxtı yaşayanda bizə verilən tələbə stipendiyası ilə qəti şəkildə mümkün deyil idi ki, yaşaya biləsən də. 100% milyon faiz sənə valideynlərimin köməyi lazım idi. Əslində Estoniyada da aşağı-yuxarı elə olacaq. Sadəcə olaraq Estoniyanın bir dənə mühüm cəhəti ondan ibarət ki, Estoniyada ən azından bir tələbə kimi sən yaxşı ekonomik eləyə bilərsən. Yəni bir neçə dənə başqa uşaqla qalacaqsansa, indi bu ev məsələsinə də gələcəm yeri gəlmişkən. Amma sırf ərzaq məsələsinə gələndə bütün həftəlik ərzaq tədarükünüzü yaxşı şəkildə görüb dolana bilərsiniz mənim fikrimcə. Mən özüm şəxsən bəzən tələbə vaxtlarımda elə eləyirdim. Bütün həftəlik ərzaqlarımı alırdım. Bir də görürsüz 20-30 evro uzağı məsələn xərcin çıxırdı. O da ki, çox belə düşünə-düşünə nə isə alırsan da. Yəni ki, bacardıqca endirmə düşmüş şeylər alırsan, bacardıqca qiyməti aşağı, yəni ki, tutmağa çalışırsan da. Alacağın şeyləri aşağı tutmağa çalışırsan ki, yəni həftəlik tədarükünü görəsən, eyni zamanda da pulu da az xərcləyəsən. Amma eyni zamanda indi bax məsələn bu ev məsələsinə gələndə, ev məsələsi əgər siz gedib tək yaşayacaqsınızsa, aşırı dərəcədə sizin çiyinlərinizə bir tələbə kimi yük düşə bilər. Yox, hər təzə gələnsinizsə, işləməyə gəlmisinizsə, müəyyən qədər, yəni ki, sizin biraz üstünlüyünüz var tələbələrin qabağında. Çünki sizin pulunuz daha çoxdur, əgər işləyirsinizsə, sizin təbii ki, pulunuz daha çoxdur, təqaüdə baxmırsınız. Estoniyadakı maaşlar o qədər də aşağı deyil, kifayət qədər, yəni yaxşı maaşlar verirlər və bu maaşa normal bir dənə bir ev tapa bilərsiniz. Amma tələbəsinizsə, mənim ən böyük məsləhətim ondan ibarət olar ki, siz gedib bir neçə dənə başqa tələbə ilə bir qalasınız ki, maksimum dərəcədə ev xərclərinizi aşağı salasınız. Əgər siz gedib tələbə vaxtında tək qalsaz, əmin olun ki,
yəni sizin heç bir şansınız yoxdur da pul saxlamağa. Əgər təbii ki, valideynləriniz varlıdırsa, sizə hər dəfə pul göndərirlərsə, o başqa məsələ. Amma yox, əgər o qədər də böyük imkanınız yoxdursa, bu şeyi nəzərə alın. Mən şəxsən deyərdim ki, yəni gəl lap olsun, lap 4-5 nəfərlə belə qalmağı həqiqətən də nəzərdən keçirin ki, bacardıqca pulu çoxlu qənaət eləyə biləsiniz. Eyni zamanda məsələn gəzməli, görməli yerlərin belə deyək də qiymətləri barəsində təbii ki, Estoniyada Tallinnin özündə buranın içəri şəhərini heç nəyə dəyişmərəm. Çox gözəl bir yerdir. Eyni zamanda da şəhərin özündə də gəzməli, görməli yerlər çoxdur. Amma məsələn belə gedib uşaqlarla əylənmək istəyirsinizsə, dostlarınızla ya elə tək, ya bir balaca bahaçılıq ola bilər. Burada məsələn barlara girirsiniz, barlardakı içkilər həddindən artıq bahalıdır. Klublara girirsiniz, bir şey ki, klubların entrance fee deyirlər də, giriş xərci, yəni giriş ödənişi kəlləçarxda, yəni 20 avroya qədər gedib çıxa bilir. Plusdakı hələ bir orada da girirsən, orada içkilər də hələ də bir, yəni ki, kifayət qədər bahalıdır da. Belə tipli şeylər var. Bunları nəzərə almalısınız gəlməmişdən əvvəl. Yəni bütün bunlar nəzərə alınacaq bir şeylərdir. Əlavə olaraq pul qazanmaq məsələsinə gələndə, təbii ki, burdakı iş imkanları barəsində düzdür, bu kanalda çox danışmışam, amma bu videoda da bir balaca haşiyəyə çıxıb bu barədə 2-3 dənə bir şey demək istərdim şəxsən. Nə fikirləşirəm məsələ barəsində? Estoniyada iş tapmaq asan da ola bilər, çətin də ola bilər. Bu sizin özünüzdən asılıdır. Asan da o zaman ola bilər ki, sizin yaxşı ixtisasınız olsun, IT. Məsələn, mən deyirəm, bu IT ixtisasında oxuyan adamları mən Brahmanlar kastası da bəzən adlandırıram. O qədim Hindistanda kastalar var idi da, var idi şudralar, ən belə aşağı kasta, var idi nə bilim Brahmanlar zadlar, həmin o Brahmanlar da ən yüksək kasta idi da, ən belə yüksək səviyyəli adamlar, cəmiyyətin ən yüksək adamları. Yəni mənə görə də bax bu IT ixtisasında oxuyan adamlar Brahmanlar kastasıdır. Çünki bu adamlara hər yerdə iş var, hər yerdə özlərinə karyera qura bilərlər və ən əsası da ki, o işlərindən olan bilikləri daha sonra yəni bir növ biznesə də çevirib oradan da pul qazana bilərlər. Ona görə də IT ixtisasında oxuyan adamlara bir şey deyim ki, Estoniya sizin üçün cənnət məkan ölkə ola bilər. Bura oxumağa gəlsəz, rahatlıqla iş də tapa bilərsiniz sonra. Nəinki sonra, hətta tələbəlik dövrlərinizdə belə iş tapa bilərsiniz. Başqa ixtisaslarla gəlirsinizsə, nə bilim, hüquq, beynəlxalq münasibətlər, bilmirəm, nə bilim də, bəzi iqtisadiyyatla əlaqəli olan ixtisaslarda belə, bir də görürsən ki, tələbəlik vaxtında iş tapmaq olmur. Düzdür, Estoniyada eyni zamanda da bir haşiyəyə çıxıb onu da deyim ki, tələbələr üçün iş tapmaq nisbətən asandır, nəinki digər Avropa ölkələrində. Digər Avropa ölkələrində tələbələrə cəmsi 20 saat həftə ərzində işləməyə icazə verilir. Ondan artıq icazə verilmir. Bir çoxsunda belədir. İsveçdir, Danimarkada, Almaniyadır. Bu ölkələrdə bax belədir. Amma Estoniya isə sənə 40 saat işləməyə bir tələbə kimi belə olsa icazə verir. O da səndən universitetin arasında olan məsələdir və iş yeri arasında olan məsələdir ki, sən öz təhsilinlə işini necə koordinasiya eləyəcəksən. Amma yenə də mən fikirləşirəm ki, indi Estoniya hələ ki necə ki belədir, bundan maksimum dərəcədə istifadə eləməyə çalışın. Gələcəkdə ola bilsin ki, Estoniyada artıq bu digər Avropa ölkələrinin yolunu getdi. Çünki mən artıq hiss edirəm ki, Estoniya bir balaca onlara doğru getməyə çalışır, vergiləri artırır, əcaib-əcaib miqrasiya qanunları qoyur. Yəni hansı ki, əvvəllər belə deyil idi. Yəni belə şeylər olur və ona görə də bunları nəzərə alın və bura gəlirsinizsə biraz tez tərpənməyə çalışın. Hər bir şeydə ümumiyyətlə tez tərpənməyə çalışın. Digər ixtisaslarla gəlirsinizsə, yenə də dediyim kimi, mənim fikrimcə biraz iş imkanları sizin üçün aşağı ola bilər. Ona görə də gedin istənilən işin qulpundan yapışın. Maşın sürə bilirsinizsə, qəşəng bir dənə maşın götürün, gedin kuryerlik eləyin, taksiçilik eləyin. Bilmirəm. Düzdür, taksi üçün də B1 səviyyə eston dili bilməlisən. Bu da təzə qaydadır. Bax bunu da deyirəm. Bax bu təzə qaydalar yavaş-yavaş çıxır Estoniyada. Bax belə. Və təbii ki də ən sonda da mənim məsləhətim o olar ki, gedin bir balaca yeni şeylər öyrənməyə çalışın. Mən özüm şəxsən hüquq oxumağıma baxmayaraq, Estoniyanın özündə də hüquq oxumuşam. Buna baxmayaraq yenə də gedib yeni bilik və bacarıqlar öyrənmişəm ki, özümə iş tapım. Yəni onlar olmasaydı mən burada işsiz idim. Necə ki də əslində elə bir müddət də korona vaxtında, yəni ən pis vaxtda mən burada işsiz qalmışdım və konkret olaraq da yəni yapışacaq bir ümid yerim də yox idi də, necə deyərlər. Bax belə. Ümid edirəm video sizin üçün faydalı oldu. Sizdən xahiş edirəm ki, qəşəng bir dənə kanala abunə olub zınqrov düyməsini basın, dostlarınızla paylaşın mütləq şəkildə bu videonu. Xahiş edirəm dostlarınızla paylaşın ki, qoyun daha çox adam görsün bizim kanalı, tanısın bizi və bizim də sayımız artsın. Və bir də ki, əgər məndən fərdi müəyyən bir məsləhətlər almaq istəyirsinizsə, mənlə fərdi əlaqəyə keçmək istəyirsinizsə, suallarınız varsa, xaricdə təhsil yaşamla əlaqədar məsləhətə ehtiyacınız varsa, və yaxud ümumilikdə də məsələn şəxsi inkişafla əlaqədar məsləhətə ehtiyacınız varsa, özünüzü həyata etdirmisinizsə, yol tapmağa çalışırsınızsa,
mütləq şəkildə mənlə əlaqəyə keçin. Ya bu e-mail ünvanı, ya da bu Instagram hesabına yazın. Fərdi əlaqəyə keçin və sizlə seanslar vasitəsilə oturaq, söhbətləşək, siz mənə istədiyiniz sualları verin, mən də sizə bir-bir istənilən məsləhətləri verim. Tam ciddi deyirəm ki, kim ki məndən bu xidməti götürüb indiyənə qədər, onlara hər bir yol göstərmişəm və həyatda da nəyə istəyiblərsə nail olublar sözün əsl mənasında. Məsələn, elə adam var ki, xaricdə yaşayıb, Avropada yaşayıb, iş tapa bilmirdi. Mənə verdiyim məsləhətlərlə qısa zamanda getdi, iş tapdı. Bəzisi elə Azərbaycanda oturmuşdu, amma bilmirdi neyləsin. Təbii ki, mən ona yol göstərdim həmin bu seanslar vasitəsilə və irəli getdi. Siz də bundan istifadə eləyin, bu böyük bir şansdır. Dediyim kimi, bu gördüyünüz e-mail ünvanı və Instagram hesabına yazın. Mənlə fərdi əlaqəyə keçin, danışaq və seansları müəyyənləşdirək və fərdi əlaqəyə keçək. Belə, özünüzə yaxşı baxın, Allah amanında.